dərs çox dərin, eyni zamanda azadlaşdırıcıdır. Mən gördüyüm dünyanın qurbanı deyiləm. Bu sənin azadlıq bəyannaməndir. Xarici aləm yalnız daxili düşüncələrinin və inancının güzgüsüdür. Sən qurban deyilsən. Sən öz seçiminlə içini dəyişəndə görüntün də dəyişəcək. Səhər və axşam 5 dəqiqə bunu elə. Əvvəlcə ətrafına bax və bu cümləni 3 dəfə hiss eləyərək təkrar elə. Mən gördüyüm dünyanın qurbanı deyiləm. Sonra gözlərini yum və diqqətlə daxili aləminə bax. Düşüncələrin gəlsin getsin, onlara heç bir əhəmiyyət vermə. Sadəcə müşahidə elə. İçində sakitcə təkrarla. Mən gördüyüm dünyanın qurbanı deyiləm. Gün ərzində hardakı qəzəb, qorxu, narahatlıq hiss eləyirsən, dərhal yadına sal. Mən gördüyüm dünyanın qurbanı deyiləm. Bu məşq səni iki dünyadan eyni anda azad edir. Çünki daxili aləm xarici aləmin səbəbidir. Bir nəfərin şuuru dəyişəndə bütün dünyaya təsir eləyir. Sən özünə zərər verən hər bir hücum düşüncəsindən imtina eləyəndə dünya da sənə hücum eləməyi dayandıracaq. Çünki dünya sənin içində baş verənlərin güzgüsüdür. Sənin bircə şəfalı düşüncən belə minlərlə qorxu içində yaşayan beyindən daha güclüdür. Əgər kimsə və ya nəsə səni sıxıbsa, bil ki, bu sənin içindəki hücum düşüncəsidir. Sən azadsan, sən qurban deyilsən. Sən öz dünyanı sevgi ilə yenidən yaradan gücsən. Artıq bir aydır ki, hər gün bu dərsləri edirsən, dəyişimi özündə hiss edirsən. Daha az mühakimə edirsən, daha az müdafiəyə ehtiyac duyursan, daxilində bir sakitlik yaranıb, özünlə tək qalmaq sənə daha xoş və rahat gəlir. Çünki sənin zehnin sakitləşməyə başlayıb. Və bu əsl möcüzənin başlanğıcıdır.